İmam Cəfər Sadiq əleyhissalamdan səhv eləmirəmsə belə bir hədis olmalıdır. İçki məclisində oturan məlun və dəyyusdur. Yəni bu hədis zaten müxtəlif formalarda da var bizim mənbələrimizdə, kitablarımızda. Sualım budur ki, əsasən ağa ki deyir dəyyus və məlundur. Dəyyus nədir? Məlun nədir? Yəni dəyyus olan bir insanın şər'ən hökmü nədir? Məlun olan bir insanın şər'ən hökmü nədir? İçki olan süfrədə, məclisdə olmaq, oranın iştirakçısı olmaq şər'i baxımdan günahdır. Ümumiyyətlə, belə deyək də, o içki məsələsi şəriətimizdə o qədər böyük günahlardandır. Allah Teala razı deyil. O içkinin ərsəyə gəlməsində insanın hər hansı bir rolu olsun. Hətta ərsəyə gəlməsində belə. Vasitə də olan Ola bilər, gedib fəqət nəzarət eləyərsən. Bəli. O nəzarət də orada haramdır və günahdır. Məsələn, bəziləri şərab dükanıdır. Şərab dükanın bir hissəsində qarolçu işləyir. Şərab satılır. Həmin bölmənin ancaq nəzarətçisidir. Əhsən. Hətta o nəzarətçi olmaq belə günahdır. Doğru. Onu sistemə işləmək, onu yazmaq, nə bilim, qeydiyyatını aparmaq, hər bir şey. Maşınla daşımaq necə? Daşımağı, ambara yığmağı, hətta gəlib orada bir qarolçu kimi nəzarət eləməsi, hamısı günah. Çünki bunlar səbəb olur, şərab ərsəyə gəlsin, kimlərsə bundan istifadə eləsin. İmam o hədisdə buyurur, məlundur. Məlunun mənası nədir? Yəni lənətlənmiş. Lənət nə deməkdir? Yəni ki, Allah Teala belə bir insanın üzərindən nəzərin götürər, rəhmətin götürər. Bir insan əgər lənətə düçar olsa, kiminsə lənətinə gəlsə, mənası budur, o heç vaxt xoş gün görməz. Ona heç vaxt psixoloji aramlığı olmaz, ruhi aramlığı, mənəvi aramlığı olmaz heç vaxt həyatında. Yəni Allahın rəhmətindən uzaq olar oradan, mərhəmət görməz Allah Teala tərəfdən. Bu sözlər, bu ifadələr ki, hədisdə var, məlun və yaxud dəyyus, bu, yəni əməlin pisliyini göstərmək üçündür. Ki, yəni, orada hətta gedib iştirakçı olmaq belə çox pis bir əməldir. O şərab məclisinə Allahın lənəti nazil olar. Orada gedib iştirak eləyən, o orada iştirak eləsə, o lənət ona da nazil olar.